Azerbaycan, good, good, good. Afrika. İlk önce onu deyim ki Özbekistana bilet tutmuştum. Pulsuz bilet, pulsuz otelin restoranı, yemeği, içmeyi, qalmağı bunu kim istəməz ki? Bütün bunların hamısını Özbekistanın Biztur adlanan travel şirkətindən elədik. Ümumiyyətlə otelin səhər yeməyini çox bəyəndim. Müxtəlif yeməklər var idi. Ən sevdiyim isə bu qarşı oldu. Çox dadlıydı. Bilirsiniz, başqa ölkənin yeməklərini yeyəndə insan biraz öyrəşə bilmir. Hazırlaşdım və ilk səfərim isə şəhər turuydu. Taşkent şəhərini öz əlləri ilə sıfırdan düzəldən bu Özbekistanı çox bayıldım. Həqiqətən də çox gözəl, səliqəli, insanların bir-birinə hörməti, sevgisi, üzü gülərliyi. O da çox istidir. 35 dərəcə isti var havada. Gəzmək biraz çox çətindir. Taşkent City Mall adlanan mola getdim. Molun içərisini gəzməyi daha çox sevdim. İndi sizə göstərəcəm niyə. Molun içərisində müxtəlif mağazalar, restoranlar və muzey göstərişli belə marka maşınlar var idi. Təbii ki, qiymətləri çox baha idi. Buranı gəzəndən sonra Ulduzlar Muzeyi adlanan yerə getdim. Gəlin bir yerdə baxaq içərisində nələr var. Sultan Süleymanı görəndən sonra mən Oğlunu niyə öldürmüsən? Oğlunu niyə öldürmüsən axı? Neslihan, Burak Özcübüt. Instagram'ın, Facebook'un yaradıcısı. Bu Bill Gates'ti. Bunu da bilirsiniz de. Einstein. Harry Potter'ı da görəndən sonra sevindim əlbəttə ki. Burada çoxlu turist var, çünki Özbekistanın, daha doğrusu Taşkəndin məşhur muzeylərindən biridir. Personajlara əl vurmaq, qadağan olunmuş zonanı keçmək qəti qadağandır. Axı, mən çox sevindim bunları burada görəndə. Sanki həqiqətən də həyatda olduqları kimi onları görürdüm. Allah arzusunda olan, gedib gəzmək istəyən hər bir kəsə qismət eləsin. Müzeydən sonra şəhərin ən gözəl parklarından biri olan əhalisinin və turistlərinin gəzdiyi yerə getdim. Bura baxın, fantama. Bir saatdan bir bu fantam, baxın, belə şou göstərir. Axşam olan kimi hər kəs şəhərə çıxır, çünki günorta hava çox isti olur. Bu da ən hündür binalarıdır. Axşamı da gözləyirdim ki, bu parka gedim, bu karuselə binim. Çox əyləncəli idi, stres atdım. Amerikan sayağı karuselə də mindim, amma çəkməyə icazə yox idi. Yəni heç telefonu burada tuta da bilməzdim. Uşaqları əyləndirmək üçün müxtəlif, belə geyimli personajlar görmək tez-tez mümkün olur burada və pulsuzdur, video çəkdirmək, şəkil çəkdirmək, hətta öz oyunları belə var. Səni çağırırlar, dəvət edirlər, sənlə bərabər oyunları oynayırlar. Mən də hamısına hello deyə özümü əyləndirdim təbii ki. Axşam yeməyinə məşhur restoranlarına getdim. Bunların yeməyini bəyəndim. Yenə də deyirəm, hər kəsin ağız dadının tam fərqli olur. Mən yenə də Azərbaycan yeməklərini daha çox üstün tuturam. Milli geyimləridir, milli papaqlarıdır. Uşaqlara milli geyimdir.
Да, да. Ну, это стоит. Это 100. Это Да. здорово. Да. Это очень. А сколько это стоит? 100. Дорого. Хорошо. Мы за 100 взяли. Bunu da hədiyyə elədilər. Buranın bazarı çox böyükdür, belə gördüyünüz kimi. İndi gedirik yemək yeməyə. Mən bir dənə ət yeyəcəm, bir dənə toyuğun dadını yeyəcəm. Burada biraz əlləri ilə yeyirlər. Bu xaşdır, hə? Xaş. Disneyland kimi belə çox maraqlı bir yerə gedirəm. Burada içəri girəndə səni yoxlayırlar, çantanı yoxlayırlar. Deyilənə görə burada atışma olub, ona görə də hər insanın çantası yoxlanması mütləqdir. Nağıl dünyası qədər rəngarəng olan bax burada hər küçəsində fərqli-fərqli atmosferlər yaranıb. Balaca bir fontan yaradıblar. Fontan necə işləyir sizə deyim. Qışqırıq vasitəsilə sən qışqırırsan, sən qışqırdıqca fontan göyə qalxır. Əgər sakit dayanıblarsa fontan tərpənmir. Hava o qədər gözəl idi ki, mən də şəkil çəkdirməkdən, video çəkdirməkdən doymadım. Burada zipline var. Gördüyünüz o ipdə zipline var. Oradan ora qədər. Gedirəm minməyə. Buraya daxil olanda imza atırsan, bütün məsuliyyət sənin üzərindədir. Burada da şəkil, video çəkdirmək qadağan idi. Ona görə də istədiyim videonu tam olaraq çəkə bilmədim, amma belə gözəl bir video var. Növbəti qapılarında giriş buradan idi, arxa tərəfdən. Burada da yoxlayırlar səni. Bu küçəni də çox bəyəndim. Sanki Amerika belə ab-havası bağışlayırdı mənə. Növbəti küçəni gəzəndə tam 1000-dən çox çətir Səmərqənd altında gəzirsən. şəhərinin mini kopyasını yaradıblar. Gözəldir, çox. Daha sonra Soil Moon adlanan, baxın belə, kanalın ətrafında bir mini şəhərcik yaradıblar. İnsanların, turistlərin, ən çox da restoranların olduğu yer bax buradır. Mən burada çayla cheesecake yedim, dadını çox bəyənmişdim. Rəfiqəm də club sandviç ilə kola sifariş eləmişdi. Burada da bir saatdan bir çox gözəl görüntülü bir fontan yaradıblar. Onlar işıqlı bir formada. Heyrətamiz, baxın necə gözəldir, necə gözəldir. Tam olaraq ruhum dincəldi desəm yeridir. Növbəti gün Beşqazan adlanan Özbək pilovunun olduğu, məşhur olduğu yerə getdim. 3 ton burada aş bişiriblər. Mən burada aşı yemədim, başqa restoranda yedim. Onu da qoymuşam. Nə yalan deyim, biraz dadı çox fərqli idi. Yəni tam olaraq mən sevmədim burada Özbək plovunu. Bu da samsadır. Samsalarını isə çox bəyəndim. Düzdür, onlara yaxınlaşmaq çox belə o qədər isti idi ki, hava da isti, qazanların istisi, təndirin istisi. Yaxınlaşmaq biraz çətin idi, amma təbii ki dadına baxdım. Yisma. От самса. Yisma yəqin ki yeyirsən deməkdir. Bu da sizin üçün yaxından çəkdim necə bişirirlər. Samsa.
Göz haqqınızı halal eləyin. Yəni bir dənə yemişəm. Aşı Komalan adlanan restoranda yeməyi məsləhət gördülər. Aşın yanında pomidor turşusuydu, daha sonra mayonez, pomidor falan götürdük. İllər də keçsə unutmayacağım Magic Safari. Təbiəti çox sevdiyimə görə buranı ən çox bəyəndim. İçəri girirsən, səni belə şou gözləyir. Şoya baxırsan, daha sonra isə biletini alırsan. Avtobusla gəzmək və ayaqla gəzmək kimi seçimlər var idi. Mən biraz avtobusla gəzməyi seçdim. Biraz bahaydı. Hardasa 28 manat falan belə pul ödədim. Şirlərin içərisindən keçirsən deyə mən seçimi avtobus elədim. Avtobusdan düşəndən sonra getdim heyvanların tam olaraq yanına. Yes. Africa, Azerbaijan. Good. Və gəldim Özbək toyuna. O qədər maraqlı da toylar var. Tam Azərbaycan stilində. Gir oyna, çıx, gir oyna, çıx. Özbək qadınları da o qədər gözəldir ki, tam Azərbaycan qızlarına bənzəyir gözəllikdə. Bu da marketləridir. Bir dənə böyük marketlər. Qiymət olaraq da çox yaxşı idi, ucuz idi. Saqqızlar 50 qəpik idi. Bizdə olan saqqızlardan kinderləri 1 manat. Burada Arzular sahili adlanan baseynlər var idi. Mən buranı da bəyəndim. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah yolunuz düşər.